Hər vaxtınız xeyir olsun. 2026-cı ildə imtahan proseslərində iştirak edəcək namizədlər. İlk öncə hər birinizə uğurlar arzulayıram. Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanının tarixləri və eyni zamanda sənəd qəbulu proseslərinin başlama və bitmə tarixləri ictimaiyyətə təqdim olundu. Belə ki, sənəd qəbulu prosesləri nə vaxt olacaq, necə həyata keçirilir və eyni zamanda buraxılış imtahanının tarixlərini sizə bu videoda xatırlatma edəcəm. Zəhmət olmasa bu videonu bəyənin, paylaşın. Bu videodan sonra imtahan haqqında əlavə sualınız qalmayacaq. Belə ki, buraxılış imtahanının tarixləri 11-ci sinif üzrə 1-ci zona imtahanı 9 mart tarixində həyata keçiriləcək. Qeyd edeyim ki, 8 mart günü bazar gününə düşür və bayram günü olduğundan imtahan 9 mart tarixində həyata keçiriləcək. Güman ki, 8 mart bazar gününə düşdüyünə görə birinci gündə qeyri-iş günü olacaq. İkinci zona üzrə isə imtahan 15 mart tarixində həyata keçiriləcək 11-ci siniflər üçün. Qeyd edeyim ki, əvvəlki illərdə imtahan verib, qəbul ola bilməyən və hal-hazırki cari ildə, yəni 2026-cı ildə qəbul olmaq istəyən namizədlər, yəni məzunlar üçün imtahan 19 aprel tarixində həyata keçiriləcək. Eyni zamanda eksternantın birinci mərhələsində iştirak edib, ikinci mərhələdə iştirak edərək imtahan vermək istəyən və attestat almaq istəyən namizədlər də 19 aprel tarixində imtahan verəcək. Bununla yanaşı, məktəb dili, məsələn, rus dilidir, özü ingilis dili üzrə namizəd hazırlaşıb, əlavə xarici dildən imtahan vermək istəyənlər də 19 aprel tarixində imtahan vermiş olacaq. Eyni zamanda biz deyə bilərik ki, bəs bu sənəd qəbulu prosesləri nə vaxt olacaq? Sənəd qəbulu prosesi qeyd edeyim ki, başlayacaq fevral ayının 18-dən və mart ayının 5-nə qədər davam edəcək. Belə ki, bu müddət ərzində siz sənəd qəbulu prosesində iştirak edəcəksiniz. Hansı ki, orada şəxsi kabinet açılır, elektron ərizəni doldurursunuz və təsdiq edib qeydiyyatdan keçirsiniz. Qeyd edeyim ki, bu qeydiyyatı sizin təhsil aldığınız müəssisə etmir. Yəni, məktəb etmir bunu, siz özünüz etməlisiniz. Məktəb sadəcə sizin buraxılış imtahanında iştirakınızı təmin edir. Amma sənəd qəbulu prosesini etmir. Unutmayın, bu qeydiyyatı etməsəniz, siz müsabiqədə iştirak edə bilməyəcəksiniz və qəbul ola bilməyəcəksiniz. Bunu mütləq diqqətinizə çatdırıram. 18 fevral 5 mart tarixində mütləq sənəd qəbulu prosesində iştirak etmək lazımdır. Belə ki, sənəd qəbulları prosesi, ixtisas seçimi və digər təhsil prosesləri ilə bağlı bizim biodakı nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Ümid edirəm ki, ətraflı şəkildə sizə məlumatları təqdim etməyə çalışdım. Eyni